Salam hörmətli izləyicilər, siz Azi Xəbərin növbəti buraxılışına baxırsınız. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bu həftə bir sıra mühüm yeniliklər, beynəlxalq tədbirlər və akademik nailiyyətlər olub. Gəlin universitet həyatında baş verən əsas hadisələrlə sizi yaxından tanış edək. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri üçün süni intellektə həsr olunmuş Artificial Intelligence and the Future of Work mövzusunda beynəlxalq veb seminar keçirilib. Seminarda Yeni Zelandiya, Serbiya, Meksika, Türkiyə, Tayland, Oman və Hindistan kimi müxtəlif ölkələrdən professor və mütəxəssislər iştirak ediblər. Tədbir çərçivəsində süni intellektə dair aktual mövzular üzrə geniş və maraqlı məruzələr təqdim olunub. Sonda tələbələrin çıxışları dinlənilib, fikir mübadiləsi aparılıb və tələbələrin sualları ekspertlər tərəfindən cavablandırılıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Tələbə İlmi Cəmiyyətinin təşkilatçılığı ilə tanınmış alim, akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib. Açılışda universitetin Tələbə İlmi Cəmiyyətinin sədri Məhəmməd Sultanlı, akademik Yusif Məmmədəliyevin elmi irsi, həmçinin tələbə elminin inkişafında bu kimi tədbirlərin əhəmiyyətindən bəhs edib. Konfrans çərçivəsində 2 panel müzakirəsi keçirilib. Neft və kimya sənayesində yeniliklər və kadr hazırlığı adlı birinci panelə məzunlarla İş və Karyera Mərkəzinin müdiri Şamil Əhmədov rəhbərlik edib. İkinci panel isə rektorun sosial məsələlər üzrə müşaviri Nəsibə Əmirbəyovanın moderatorluğu ilə dayanıqlı inkişafın sənaye modeli, enerji, ekologiya, innovasiya mövzusunda keçirilib. Paneldə çıxış edən mütəxəssislər ekoloji həllər, enerji səmərəliliyi və innovativ texnologiyalar barədə fikir mübadiləsi aparıblar. Konferansda iştirak edən əcnəbi qonaqlar tədbirin əhəmiyyətini yüksək qiymətləndiriblər. Tədbir çərçivəsində digər ali təhsil müəssisələri ilə birgə əməkdaşlıq çərçivəsində əvvəlki sessiyaların nəticələri də dəyərləndirilib. Aktiv iştirak edən tələbələr sertifikatlarla təltif olunub. Tədbirin sonunda iştirakçılar Universitetin Tarix Muzeyi, Elmi Tədqiqat Laboratoriyaları və Kitabxana İnformasiya Mərkəzi ilə tanış olublar. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti təhsil və tədqiqat tərəfdaşı kimi Azərbaycan Dövlət Neft şirkətinin ev sahibliyi ilə aktivlərin bütövlüyü, korroziya və örtüklər konfransı və sərgisində iştirak edib. 3 gün davam edən və 14 ölkədən sahə üzrə dünya liderləri, şirkət rəhbərləri və texnoloji bütövlüyün idarə olunması ilə bağlı mütəxəssislərin bir araya gəldiyi konfransın açılış mərasimində iştirak edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Dosent Rüfət Əzizov konfransın təhsil tərəfdaşı kimi mükafatına layiq görülüb. Konfrans çərçivəsində universitetin rektoru Dosent Rüfət Əzizov hasilat üzrə bütövlüyün idarə edilməsi, neft və qaz sektorunda inkişaf edən strategiyalar üzrə empirik tədqiqatın nəticələri mövzusunda təqdimatla çıxış edib. O çıxışında Xəzər dənizi hövzələrində texnoloji bütövlüyün idarə olunması ilə bağlı 6 ay ərzində 108 mütəxəssisin iştirakı ilə aparılan tədqiqatın nəticələrini təqdim edib və iştirakçıları maraqlandıran sualları cavablandırıb. Konfransda universitetin tədqiqatçı müəllimləri də panel müzakirələrində tədqiqat mövzuları ilə çıxış edib, müxtəlif sessiyalarda moderatorluq ediblər. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti konfrans çərçivəsində təşkil olunan sərgidə də öz stendi ilə təmsil olunub. Burada universitetin fəaliyyətini əks etdirən çap materialları, Azərbaycan və ingilis dillərində hazırlanmış broşürlər, neft və sənaye sahəsinə dair kitablar, eləcə də universitetə aid müxtəlif məhsullar nümayiş etdirilib. Sərgi ziyarətçilərinə universitet haqqında ətraflı məlumat verilib. Konferansın ən yadda qalan anlarından biri isə iştirakçıların səs verməsi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Dosent Rüfət Əzizovun yadda qalan çıxışına görə aktivlərin dürüstlüyü nominasiyası üzrə mükəmməllik mükafatına layiq görülməsi olub. Qeyd edək ki, 3 gün davam edən konferansda 14 ölkədən 500-dən çox nümayəndə iştirak edib. Universitetimiz konferans boyunca həm panel müzakirələrdə, həm də sərgi çərçivəsində ölkənin qabaqcıl ali təhsil müəssisəsi kimi fəal iştirak ilə yadda qalıb. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 10-11 dekabr tarixlərində İstanbul Fuar Mərkəzində keçirilən Take Off İstanbul Beynəlxalq Startup zirvəsində
Azərbaycanı təmsil edən yeganə ali təhsil müəssisəsi olub. Tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini Startap və Texnologiyaların Transferi Ofisinin müdiri Əhməd Əhmədzadə, İctimaiyyətlə Əlaqələr və Marketinq şöbəsinin müdiri Xülya Sabirli, eləcə də startap müəllifləri olan tələbələr təmsil ediblər. Universitet nümayəndələri zirvə çərçivəsində müxtəlif panel və görüşlərdə iştirak edərək universitetin innovasiya mühitini, tələbələrin texnoloji yaradıcılığını və universitetdə formalaşan startap ekosistemini beynəlxalq tərəfdaşlara təqdim ediblər. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti bu ilki tədbirdə xüsusi stendlə çıxış edərək universitet tələbələrinin Hellwiz, Vecta və UManage adlı 3 startap layihəsini beynəlxalq auditoriyaya təqdim edib. Azərbaycanı təmsil edən yeganə universitet kimi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti bu ilki tədbirdə həm təqdimatları, həm də beynəlxalq biznes görüşləri ilə xüsusi fərqlənib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nümayəndə heyəti müxtəlif təşkilatlarla əməkdaşlıq imkanlarını müzakirə edib, universitetin innovasiya mühitini və tələbələrin texnoloji yaradıcılıq potensialını beynəlxalq tərəfdaşlara təqdim ediblər. Zirvənin sonunda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nümayəndələrinə startap ekosisteminə verdikləri töhfəyə və aktiv iştiraklarına görə T3 fondunun sahibkarlıq təşəbbüslərinin rəhbəri və Take-Off Startup Sammitinin əsas təşkilatçılarından biri olan İrəm Bayraktar tərəfindən xüsusi plaket təqdim edilib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ümumilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş silsilə tədbirlər keçirilib. Universitet rəhbərliyi və əməkdaşlar əvvəlcə Fəxri Xiyabanda Ümumilli lider Heydər Əliyevin, eləcə də görkəmli oftalmoloq alim akademik Zərifə Əliyevanın məzarını ziyarət edib, onların xatirəsini dərin ehtiramla yad ediblər. Ulu Öndərin anım gününə həsr olunmuş tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Dosent Rüfət Əzizov, Ümumilli lider Heydər Əliyevin Azərbaycanın dövlət quruculuğundakı misilsiz xidmətlərindən, ölkənin siyasi, iqtisadi və sosial sahələrdə inkişaf strategiyasının formalaşmasındakı tarixi rolundan danışıb. Daha sonra Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxış edərək Ulu Öndərin xalq və dövlət qarşısındakı əvəzsiz xidmətlərindən danışıb. Onun əsasını qoyduğu dövlətçilik ideyalarının bugün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiriblər. Çıxışlar zamanı Ulu Öndərin müdrik siyasətinin, uzaqgörən strategiyasının gənc nəsillərə örnək olduğu və onların vətənpərvər, bilikli və bacarıqlı şəxslər kimi yetişməsində əhəmiyyətli təsir göstərdiyi diqqətə çatdırılıb. Tədbir çərçivəsində Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş video çarx nümayişi olunub. Tədbir Ulu Öndərə həsr edilmiş bədii hissə ilə davam edib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kitabxana İnformasiya Mərkəzində isə Ümumilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş Heydər Əliyev Anım Günü adlı kitab sərgisi təşkil olunub. Sərgidə Ulu Öndər dahi rəhbər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş kitablar və digər materiallar yer alıb. Ümumilikdə sərgidə Ulu Öndər Heydər Əliyevin fəaliyyəti dövründə Respublikamızın ictimai, siyasi, sosial-iqtisadi həyatındakı hadisələri əks etdirən 60-dan çox kitab və digər dövrü nəşrlərdə nümayiş olunur. Sərgi dekabr ayının sonuna kimi davam edəcək. Həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Fransız Universitetində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə dahi liderin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib. Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Anım tədbirində Ümumilli lider Heydər Əliyevin həyat yolu və xalqımız qarşısındakı xidmətləri barədə söhbət açılıb. Onun dövlətçilik tariximizdə oynadığı mühüm rol, ölkəmizin inkişafı və xalqın rifahı naminə həyata keçirdiyi sosial və iqtisadi layihələr diqqətə çatdırılıb. Tədbir çərçivəsində UFAZ-ın icraçı direktoru Dosent Vazi Əsgərov və Yaşar Əhmədovun həmmüəllifi olduğu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dəstəyi ilə nəşr edilmiş Bəşəriyyətə örnək olan bir ömrün fəlsəfəsi kitabının təqdimatı baş tutub. Kitabda Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, xalqın rifahının yüksəldilməsi və ölkəmizin uğurlu gələcəyinin təməlini qoymaq istiqamətindəki fəaliyyəti geniş işıqlandırılıb.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Slavyan Universiteti və Azərbaycan Universitetinin tələbə gənclər təşkilatlarının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş Heydər Əliyev həftəsi çərçivəsində Ümummilli lider Heydər Əliyev və gənclərin inkişafında rolu mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə universitetlərin tələbə gənclər təşkilatlarının sədrləri çıxış edərək Ümummilli lider Heydər Əliyevin gənclər siyasətinin formalaşmasında oynadığı mühüm roldan, gənclərin elmə, təhsilə və ictimai fəallığa təşviq olunması istiqamətində həyata keçirilən dövlət strategiyasının bugün də uğurla davam etdirilməsindən danışıblar. Heydər Əliyev məktəbinin direktoru Sənan Hüseynov məruzə ilə çıxış edərək Ulu Öndərin ölkənin inkişaf konsepsiyasında gənclərə göstərdiyi diqqət və etimadın strateji əhəmiyyətindən söz açıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İnsan Resursları Departamentinin nəzdində fəaliyyət göstərən Azi Akademiyanın və Universitetin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Dövlət Yanğından Mühafizə Xidməti ilə birgə yanğın zamanı təxliyə və qarşılıqlı fəaliyyət mövzusunda maarifləndirici görüş təşkil edilib. Tədbir zamanı yanğın təhlükəsizliyinin təmin edilməsi, fövqəladə vəziyyətlərdə ilkin addımlar, təxliyə marşrutlarının düzgün müəyyənləşdirilməsi və kollektiv hərəkətin təşkili ilə bağlı mühüm məqamlar diqqətə çatdırılıb. Mütəxəssislər praktiki nümunələr əsasında yanğın zamanı risklərin azaldılması üçün görülməli tədbirlər barədə iştirakçılara ətraflı məlumat veriblər. Mövzu ilə bağlı suallar cavablandırılıb. Maarifləndirici görüş əməkdaşların fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi və təhlükəsizlik mədəniyyətinin gücləndirilməsi baxımından əhəmiyyətli hesab olunur. Bununla da bu həftəlik Azi xəbər buraxılışı başa çatdı. Daha çox xəbər və yeniliklərdən məlumatlı olmaq üçün bizi izləməyə davam edin. Sağ olun, salamat qalın.